Yaxşı. Yaxşı. Burada soruşur qardaş. Deyirlər ki, əgər sözünü işlətmək olmaz, bu düzgündür. Əgər düzgündürsə, nəyə görə olmaz? Əgər düzgündürsə, niyə olmaz? Sual verir qardaş. Əgər sözü ərəb dilində kim bilir nədir? Əfələ? Yox. Bismillah. Ləv. Ləv. Hə. Əgər sözü, əziz qardaşlar, iki yerdə işlənir. Yadda saxlayın. Bir yeri qadağandır, bir yeri icazəlidir. Problem yoxdur. Qadağan olan yeri, əgər sözünü keçmişdə olan bir şey üçün hüzün çəkərək, qədərə etiraz etmək baxımından işlətmək qadağan edilib. Nə dedim? Əgər sözünü keçmişdə, dünən, yəni keçmişdə o mənada yox, 10 il bundan qabaq olan şey, dünən yəni, fayda vermir ona görə, əhsən, fayda vermir ona görə, olub qutarıb, keçmişdə olan şey üçün hüzün çəkərək əgər deyir, yaxud qədərə etiraz, olub axı, qədəri də Allahın, qədərə etiraz baxımından işlətmək qadağan edilib. Məsələn, əgər binanın başına çıxmasaydım, yıxılıb ayağım sınmazdı. Yıxılıb ayağı sınıb, gəlib indi bunu deyir. Əgər qadağan edilib. Niyə? Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, bir şeyə məruz qalsan, demək ki, əgər belə etsəydim, belə olardı. Qadağan ediliyorsa yox. De ki, Allahın qədəridir, o nə istəyir, edir. Yəni, qaddarallahu və mə şəə fəal. Çünki deyir, ləv əgər kəlməsi şeytana qapı açır. Qadağan ediliyorsa yox. Buna görə. Bu qadağan olan yerdir. Biri də var ki, icazəli olan yerdir. Əgər işlət, problem yoxdur. Əgər sözünü faydalı bir elmi yaxud işi faydalı bir elmi demək üçün istifadə edirsən. Necə başa düşdünüz bunu? Məsələn, gələcəkdə sabahları faydalı bir şey demək istəyirsən. Orada əgər sözünü istifadə eləmiyorlar. Məsələn, əgər məndə də filan qardaşda olanlar olsaydı, mən də onun kimi dərs verərdim, yaxud xərcləyərdim. Əgər məndə zaurda olan istedad olsaydı, mən də. Aydındır? Bu icazəlidir, problem yoxdur. Bu, Qur'anda varid olub. Nə, hansı forması? Faydalı bir elmi bildirmək üçün, çatdırmaq üçün ləv işlədib Allah subhanahu və teala. Allah Teala deyir, ləv kənə fihimə əlihətun illəllahu ləfəsədətə. Əgər göylərdə və yerlərdə Allahdan başqa ilahlar olsaydı, yerlər və göylər fəsada uğrayardı. Əgər işlətdi yoxsa yox, faydalı bir elmi xəbər verdi yoxsa yox, əgərlə verdi. Başa sala bildim? Buna nə deyirsən, Nadir? Yox, bunu da deyim. Deyirəm ki, sənə, qardaşım, Nadir, əgər bizə qonaq gəlsən, yiyib içmək verəcəm sənə. Əgərdən deyirsən. Bu, qardaşlar, xəbər verirsən, bir işi xəbər verirsən, əgərlə. Bu icazəlidir, problem yoxdur. Mücərrəd xəbər, əgərlə, ləv gəlsən, əgər gəlsən axşam bizə, qonaqlıqdır sənin üçün. Bu, əgər icazəlidir, problem yoxdur, xəbər baxımından. Bir saat oldu, Emil.